Osmanlı dövlətində bir də əlavə eləməli olduğum şeylər var. Osmanlı dövlətində birinci şəxs olubdu sultan. Hə? Sonra bu adam ilk dəfə tarixdə Osmanlıda sultan titulunu bayaq dedik ki, Murad qəbul edib, düzdürmü? Ondan qabaqçılar qazi titulu ilə hakimiyyətdə olublar. İkinci şəxs olubdu baş vəzir. Yaxşı. Sonra və möhür ondaydı, möhür. Möhrü o daşıyırdı. Yaxşımı? Yəni sultan qərar verirdi, möhrü vuran vəzir idi. Oldu. Divan var idi burada. Divan. Divan Azərbaycan dövlətlərində olduğu kimi məsləhət şurasıdır, məşvərət şurasıdır. Yaxşı, məsləhət edirlər sadəcə. Amma son qərarı sonunda sultan verir, bu verir. Oldu mu? Daha sonra ilə dəftərdar var burada, dəftərdar. Bunu təxmin eləmək asandır. Bu dəftərdar nə işə baxacaq? Maliyyə işinə, maliyyə. Yaxşımı? Və maliyyə işinə baxacaq. Sonra mən sənə nə demək istəyirəm? Osmanlı dövlətində əhali iki təbəqəyə bölünəcək. Birinci təbəqə idarə edən. İdarə edənlərə kim daxildir? İdarəçilər, vəzifə tutanlar, silahlı qüvvələr, bunlar. İkinci təbəqə isə kimdir? İdarə olunan, rəiyyət yəni. Olunan, yəni rəiyyət. Sonra Osmanlı dövləti dövründə iki nəfərdən ibarət, yəni iki təbəqədən ibarətdir də. Birinci akıntıdır, akıntı. Bunlar adlanır atlı dəstə. Bir də var yeniçəri. Yaxşımı? Yeniçəri piyada. Piyada. Bir də Osmanlı dövləti dönəmində iki dənə torpaq mülkiyyət forması olubdu. Timar, bir də ziyamət. Yaxşı. Bu ziyamət, timar verilirdi xırda hərbiçilərə, balaca hərbiçilərə, yəni dövlət məmurlarına balaca torpaq idi, xırda idi, balaca. Yaxşımı? Ziyamət isə ordu başçılarına falan verirdi, qoşun başçılarına. Başçıya, yaxşı. Bu sadəcə hərbi xidmət göstərilənlərə verilirdi timar. Balacaydı. Az idi, az sahə tuturdu. Amma ziyamət isə ordu başçılarına verilirdi. Aydındır mı?